Salam uşaqlar, hər vaxtınız xeyir. Axır ki, mən dediyim kitabı əldə etdim. Deməli, riyaziyyatdan monitorik sınaqlarda 6-cı sinif 2026-cı il 1-ci nəşrdir. Özüm bu şəkildə birinci kitabı sizə göstərdim ki, siz kitabla tanış olasınız ki, necədir? 20 dənə sınaqdan ibarətdir. Hər sınaqda 25 sual var. İnşallah bugün birinci sınaqla davam edirik. Çalışacağım ki, bir gün ərzində, yəni gün aşırı bir dənə yekun monitorinqdən paylaşaq, o Landau nəşrindən olan və bir dənə də sınaq bu hissədən, yəni güvən nəşrlərindən də paylaşım edək. İnşallah ki, imtahana qədər bu 20 dənənin 20-sini də yazıb bitirə bilərik. Sizlər üçün çalışırıq. İnşallah ki, imtahandan yaxşı nəticə toplayarsınız. Çalışacağım ki, buradakı tapşırıqları incə detallarına qədər, yəni nə qədər yaxşı başa sala biləcəmsə, o şəkildə sizə xırdalıqlarına qədər başa salım ki, bundan sonra kitabımız yoxdur. Ən sonuncu da bu kitabdır monitoring üçün. Bundan da bir nəticə əldə eləməsəz, nə bilək, sizin üçün bu qədər çalışırıq. Siz də biraz əziyyət çəkin, 2 həftə kimi bir vaxtımız qalıb. İnşallah yaxşı nəticələrinizlə mənim çəkdiyim əziyyətin qarşılığını verin. Ən böyük uğurum sizin əldə etdiyiniz nəticələrdir. Bismillah deyib sınaq 1-lə yolumuza davam edirik. Hamınıza uğurlar olsun inşallah. Birinci sualımıza baxırıq. Birinci mən misalı köçürdüm. Yenə dediyim kimi çalışacağım. Ən xırda misalları belə sizin üçün aydın izah edim. Sanki burada həm dərs izahıdır, həm də tapşırıqların izahıdır. Demək, burada baxırıq ki, birinci modulda ifadələr var. Biz bilirik ki, modul ifadələr -5 moduldan bilir ki, müsbət 5 çıxır. Üstə gələk mənfi 2. Mötərizəni mən açmaq istəyirəm. Biz qaydamız var. Mötərizənin qarşısında müsbət ədəd, müsbət işarəsi olarsa, mötərizənin içərisindəki işarə olduğu kimi qalır, dəyişmir. Yəni olacaq çıxılsın 2. Və yaxud da biz bilirik ki, 1 mənfi, 1 müsbəti mənfidir. Çıxılsın 1 olduğu kimi qalır, çıxılsın modulda -3-dən yenə müsbət 3 çıxır. 5-dən 2-ni çıxdığımız zaman 3 edir. 3-dən 1-i çıxdığımız zaman 2 edir. Yazıram. 5-dən 2 çıxanda 3, çıxılsın 1, çıxılsın 3. Misalım bu şəklə gəldi. 3-dən 1-i çıxanda 2, çıxılsın 3. Sırayla, ardıcıllıqla. Misalı yazanda tələsməyin. 2-dən də 3-ü çıxdığımız zaman qaydamız necədir? Böyük ədəddən kiçik ədədi çıxırıq, qarşısına böyüyün işarəsini yazırıq. 3-dən 2-ni çıxdığım zaman 1 edir, qarşısına da 3-ün işarəsini yazıram, edir -1. Yəni variant C variantı. İkinci sual. 12 litrlik, 16 litrlik, 20 və 24 litrlik 4 fərqli yağ bir-birinə qarışdırılmadan eyni həcmli qablara eyni miqdarda doldurulmalıdır. Buna görə ən azı neçə qab lazımdır? Baxın, bir qayda deyirəm. İndi mən bura yazım, sizə geri dönüş edim. Baxın uşaqlar, belə məsələlərdə əbobun və əkobun tapılması. Çünki biz bu məsələlərdə əbobu və ya əkobu tapırıq. Çünki ən azı söhbətləri olanda. Mən burada siz üçün qeyd etmişəm. Saxlayarsınız, qayda dəftəriniz varsa buna yazarsınız. Məsələnin içərisində ən böyük, bərabər bölmək, eyni ölçülü hissələr, ən az qab, qarışdırılmadan paylamaq və yaxud da ən kiçik ortaq nə vaxt yenə birlikdə olacaq? Hamısına tam bölünsün, minimum ümumisə. Bax, bu cümlələr, bu sözlər daha doğrusu keçirsə, deməli, əbobla əkobu tapırıq. Yəni, hansı misalda əbobu, hansı misalda əkobu tapmağı, bax, bu verilən sözlərlə siz daha rahat tapa bilərsiniz. İndi bizə ən azı neçə qab lazımdır dediyi üçün ən az qab, yəni mən əbobu tapmalıyam. Bir də qeyd edim ki, çox uşaq yazır bəzən mən xəttimlə bağlı. İnanın, ən səliqəli yazdığım variantım budur. Yaza bilmirəm mən. Yəni, o qədər tələsi yazdığım üçün, həm də vaxt baxımından hal-hazırda gecə saat 2-nin yarısıdır. Mən dərs çəkirəm. Ən azından bir saat çəkəcək. 3, 4, bir də görürsünüz, 1-2 mövzu arda-arda çəkdiyim zaman çox geç saatlara qədər qala bilirəm. Ona görə bacardığım qədər çalışıram ki, tez çəkim ki, mən də istirahət edə bilim. Yenə də başa düşməyəndə qeyd eləyərsiniz, sizin üçün deyərəm ki, bura məsələn nə yazmışam. Amma ən azından yəni oxuna biləcək bir şeydir və hamısını da özüm səsli şəkildə oxuyuram.
Ona görə xahiş edirəm, bundan sonra mənim xəttimlə bağlı heç kim mənə irad bildirməsin. Yəni budur. Bundan o tərəf heç yoxdur. Alınmır. Sonra keçək tapşırığımıza. 12, 16, 20, 24-ün əbobunu tapırıq. Bilirik ki, hər birin əlbəttə ki, sadə vuruqlara ayırmalıyıq. Bunu özüm səsli şəkildə qeyd etmirəm ki, ən azından bu yerə gəlmişiksə, sadə vuruqlara ayırmağı bilməliyik. Yenə də siz də diqqətli olun, ola bilər ki, hardasa səhv eləyə bilərəm. Mən də insanım, yoruluram. Orada bir vaulu bir şey yoxdur ki, müəllim səhv elədi. Çünki elə adamlar var, axı dörd gözdən gözləyir ki, səhv tutsun. İrada da bildirəndə mədəniyyət çərçivəmizi qoruyaq. Əbobu tapırıqsa ortaqların qeyd edirik. Hər birində eyni ortaq olmalıdır. Yəni bizim ortağımız oldu. 2 vurulsun 2 bərabərdir 4-ə. Ən azı neçə qab lazım olduğunu tapmaqdan öncə. Deməli bu 12 bölünür 4-ə. Edir 3. 16-nı bölürük 4-ə edir 4. 20-ni 4-ə bölürük 5. Aldığımız əboba və yaxud da əkoba bu verilən ədədləri biz bölürük. 24 bölünsün 4 bərabərdir 6-ya. Ən az neçə qabdır? 3 üstə gələk 4 üstə gələk 5 üstə gələk 6. Bu dedir 18. Deməli ən az 18 qab lazım imiş. Bax bu şəkildə. Yenə dediyim kimi saxlayıb təzədən o sözləri köçürə bilərsiniz. Üçüncü tapşırıqla yolumuza davam edək. A-da 18 kəsirini 3-ə ixtisar etdikdən sonra 15-də 1 kəsir alınır. A və B ədədlərinin cəmini tapın. Bax burada bizim qeyd edəcəyimiz şey nədir? Deyir, bu kəsiri 3-ə ixtisar eləyib bunu alıb. İndi mən fikirləşirəm ki, bu A nə olub ki? 3-ə böləndə 15 alıb. Görsən tapa bilmirsən, tənliyi yaz. A bölünsün 3 bərabərdir 15-ə. Bölünen qismət. Bölünəni tapmaq üçün qisməti bölənə vurmalıyam. Yəni A bərabərdir 45-ə. Yəni A 45 olub ki, 3-ə böldüyün zaman 15-i almısan. A-nı tapdıq ki, 45-dir. Biz deməli sürət nəyə bölünür? Məxrəc nəyə bölünürsə, sürət də ona bölünür. 18-i də 3-ə böldüyümüz zaman B-ni almalıyam. Yəni buradan B bərabərdir 6-ya. A və B ədədlərinin cəmi soruşduğu üçün 45-in üstünə 6-nı gələrəm, edər 51. D variantı. Bu qədər sadə. Dördüncü tapşırıq. P-ni verir. M, N, K, T. Q-nu da verir. S, K, T, P, Q. P, Q fərqini soruşur. Biz demişik fərqini tapdığımız zaman nə edirik? Ortaqların qeyd edirik. Ortağı K və T-dir. P birinci gəldiyi üçün də mən M, N-i götürürəm. Variant olur D variantı. Bu qədər. 5-ci. Müəyyən qədər buğda 3, 5, 7 nisbətində 3 hissəyə ayrılır. Alınan böyük hissə 126 kiloqram olarsa, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Bax, bizim ən böyük hissəmiz 7-dir. Yəni biz bunu bilirik ki, bu 3x-dir, bu 5x-dir, bu da 7x-dir. Ən böyüyün dediyinə görə 7x bərabərdir 126-ya. X da buradan bərabər olur, deməli 18-ə. Gətirək yerlərinə yazaq. 3x bərabərdir 3 vurulsun 18-dən edəcək 54. 5x bərabərdir 5 vurulsun 18-dən edəcək 90. 7x bərabərdir 7 vurulsun 18-dən edəcək 126. Bizə deyir ki, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Tapırıq ki, 54, üstə gələk 90, üstə gələk 126. Deməli, bu bölünmədən 270 kiloqram imiş. Variant B variantı. 6-cı sual. X bərabərdir 5 olarsa, x-in kvadratı üstə gələk 2x, üstə gələk 1 ifadəsinin qiymətini tapın.
Gətirək qiymətlərimizi yerinə qoyaq. 5-in kvadratı üstə gələ 2 vurulsun 5 plus 1. 5-in kvadratı edəcək 25 üstə gələ 2-ni 5-ə vurduğumuz zaman 10 üstə gələk 1. 25-in üstünə 10 gəldiyimiz zaman 35. 35-in üstünə 1 gəldiyimiz zaman 36. Variantımız B variantı. 7-ci. Buradan görəsiniz. Belə yazım ki, rahat siz görə biləsiniz. Tərs mütənasib asıllığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və bu asıllığın düsturunu yazın. Biz öncə tərs mütənasibliyin düsturunu yazmalıyıq. Tərs mütənasiblik bərabərdir y bərabərdir k bölünsün x-a. Buradan k-nı tapdığım zaman x vurulsun y və yaxud da x-i tapdığım zaman k bölünsün y şəklində düsturlarımı qeyd edə bilərəm. Hamısını özüm yazıram ki, sizin üçün aydın olsun. Dərsin əvvəlində dediyim kimi xırdalığına qədər çalışacağım ki, izah edim. Baxıram ki, burada 9 1-dir. 9 1-dirsə mənim x-im 9-dur, y-im 1-dir. Mən k mütənasiblik əmsalda k-dır bilirik ki. K bərabərdir x vurulsun y-dən, 9 vurulsun 1 bərabərdir 9-a. Düsturumuz da bu olduğu üçün y bərabərdir k bölünsün x-dan. K-nın yerinə 9, x-də olduğu kimi qalır. Variantımız da olar D variantı. 8-ci. İki daxili bucağı 55 və 65 dərəcə olan üç bucağın üçüncü daxili bucağının dərəcə ölçüsünü tapın. Biz bilirik ki, daxili bucaqların dərəcə ölçüsü 180 dərəcəyə bərabərdir. Yəni 55 üstə gələ 65 bilirik üç bucağında 3 dənə bucağı olduğu üçün üstə gələ x, bu üçüncünü tapırıq biz, bərabərdir 180-ə. 55-in üstə 65 gəldiyimiz zaman 120 üstə gələ x bərabərdir 180. X də bərabərdir 180 çıxılsın 120-yə. X də bərabərdir 60-a. Deməli, üçüncü dərəcə ölçüsü daxili bucağımızın dərəcə ölçüsü 60 dərəcəymiş. 9-cu misal. 9-cu misalda nədir? Deyir, düzbucaqlı koordinat sistemində verilmiş O, A, B, C və C, D, E, F düzbucaqları bir-birinə bərabərdir. Bax, bunlar bir-birinə bərabərdir. B 5, 9 olarsa, Y nöqtəsinin koordinatlarını tapın. Yəni, biz bu koordinatı axtarmalıyıq. Fikir versəz, bu sanki bunun tərsinə çevrilmiş versiyasıdır. Biz buradan baxdığımız zaman, burada görürük ki, AB, bax, bu hissə ilə bu hissə X-ə tərəf olduğu üçün, paralel olduğu üçün burada 5-dir, burada 5-dir. Yəni, bura 5-dirsə, bax, bu hissə 5-dirsə, demək C nöqtəmiz olur 5, 0. Burada Y-ə uyğundur deyə, bu hissəmizdə olur 9. İndi bu, sanki bunun belə çevrilmiş formasıdır. Ona görə YF olur 5, CF olur 9. Tərsinə çevrilmiş formasıdır. Bax, bunu sanki bu şəkildə belə çevirsək, YF 5 olur, CF 9 olur. Deməli, biz buradan C-nin nə şəkildə gedir? Deyirik, C-dən 9 vahid sağda, Y nöqtəsi məndən soruşur çünki. C-dən 9 vahid sağda, 5 vahid yuxarıda. Bunu da necə yazarıq? C onsuz da 5 0-dır da. C-dən 9 vahid sağda demək, 5 üstə gələnsin 9 deməkdir. 5 vahid yuxarıda da 0 üstə gələk 5 deməkdir. Yəni, C olur 14, 5. Daha doğrusu C olmur, Y olur. Y göstərək bunu. Y nöqtəsi oldu 14 ilə 5. Yəni, A variantı. Sonra. 10-cu sual. 10-cu sualda nə deyir? Deyir ki, uzunluğu 17x plus 13 metr olan taxta parçasının bir ucundan 4x minus 11 metr, digər ucundan x metr kəsilərsə neçə metr qalır? Kəsilirsə, deməli, bu bundan kənarlaşır da. Deməli, biz misal olaraq necə yazmalıyıq? Çıxma şəklində yazmalıyıq. Bax, bu şəkildə. Birinci, biz həmişə demişik ki, sizə rahat olmaqdan ötürü mötərizədən azad edək. 4. İşarələrimizə diqqət edək. 17x-dan 4x-i çıxdığımız zaman 13x, 13x-dan da x-i çıxdığımız zaman 12x. Üstə gələk
13'ün üstüne 11 geldiğimiz zaman 24. 12x üstə gələk 24 D variantı. 11. Dikə ədədlərin modasını tapın. Biz bilirik ki, moda verilmiş ifadələrdə daha çox təkrarlanan ədəd olsun, söz olsun, hər hansı bir şey olsun da. Təkrarlanan element bizim modamızdır. Burada da fikir versək, 3 dənə 9 olduğu üçün deməli modamız 9 olacaq. Tərəflərinin uzunluqları 16 cm və 12 cm-in düzbucaqlı şəkildə göstərilən tərəfindən uzunluğa paralel olaraq neçə santimetr kəsmək lazımdır ki, sahəsi 144 cm kvadrat olsun. Gəl hissə-hissə gedək. Sahə bilirəm ki, S bərabərdir A vurulsun B-dir. Sahəmi mənə verir ki, 144-dür. Burada deyək ki, A-nı götürək 16, B-yi isə fikir verirsinizsə 12-dən x-i kəsir. Bax, bu ümumi 12-dir. X-i kəsir, yəni 12-dən x-i çıxır. Bax, bu şəkildə. İfadəm olur, yerinə yazıram. 144 bərabərdir. 16 vurulsun, 12 çıxılsın x-i. Sanki vuruq hasildir. Məlum olmayan vuruğu tapmaq üçün hasili məlum olan vuruğa bölməliyəm. 12 çıxılsın x bərabərdir 9-a. X də bərabərdir 12 çıxılsın 9. Buradan da x bərabərdir 3-ə. Deməli 3 cm-ymiş. A variantı. 13-cü. Qonşu bucaqlardan biri digərindən 38 dərəcə böyükdür. Kiçik bucağı tapın. 2 dənə bucağım var. Deyir ki, biri digərindən, bilmirəm hansıdır. Biri digərindən 38 dərəcə böyükdür. Qonşu bucaqların biz bilirik ki, cəmi 180 dərəcəyə bərabərdir. Ona görə x üstə gələk 38, üstə gələk x bərabərdir 180. Tənlik şəklində həll edirik. 2x bərabərdir 180 çıxılsın 38. 2x bərabərdir 142, x də bərabərdir 71-ə. Deməli, kiçik bucağı soruşduğu üçün 71 variant B bəndi. 14-cü tapşırıq. Diaqrama əsasən bazar ertəsi satılan malın çərşənbə axşamı satılan maldan neçə faiz az olduğunu tapın. Baxırıq ki, bazar ertəsi nə qədər mal satılıb. Diaqrama fikir veririk 450. Çərşənbə axşamından söhbət gedir. Çərşənbə axşamı da 600. Satılan malda neçə faiz az olduğunu göstərməkdən ötürü 600-dən mən çıxaram birinci 450-ni. Bilərik ki, bu 150-dir. Həmən mən 150-nin də 600 hissəsini sanki taparam. Vurarıq 100-ə, bu da 0-dan %25-i də 100-ə vurduğumuz zaman edər 25%. D bəndi. Növbəti 15. Qutuda 2 dənə ağ, 4 dənə sarı, 4 dənə qırmızı və 2 dənə yaşıl kürəciklər var. Qutudan təsadüfən çıxarılan bir kürəcik üçün aşağıdakı deyir hadisələrdən hansı eyni imkanlıdır? Gəlin birinci biz baxaq ki, qutuda ümumi nə qədər kürəcik var. Bax, ümumi nə qədərdir? 2, 4, 4, 2. Topladığımız zaman bu edər 12. Ümumi 12-dir. Gəl ehtimalları müqayisə eləyək. Ağ rəngin çıxma ehtimalı 12-də 2-dir. Qırmızı rəngin çıxma ehtimalı 12-də 4-dür. Sarının çıxma ehtimalı 12-də 4-dür. Yaşılın çıxma ehtimalı 12-də 2-dir. Biz deyirik ki, eyni imkanlı hadisələr ehtimalları bərabər olan hadisələrdir. Təkrar edirəm, eyni imkanlı hadisələr ehtimalları bərabər olan hadisələrdir. Burada fikir versəz, qırmızı ilə sarının çıxmağı eyni imkanlıdır. Yaşılla ağın çıxmağı eyni imkanlıdır. Gəl amma görək variantda sənə nə verir. Ağ ilə sarı kürəcik çıxması hadisəsi. Ağla sarı olmaz. Biri 4-dür, biri 2-dir. Sarı ilə yaşıl kürəciyin çıxması hadisəsi. Sarı ilə da yaşıl olmaz. Qırmızı ilə sarı kürəciyin çıxma hadisəsi, bəli, bu uyğun gələr. Qırmızı ilə yaşıl kürəcik uyğun gəlməz. Deməli, əslində burada qırmızı ilə sarı, ağla yaşıl. Variantlarda təkcə qırmızı ilə sarı olduğu üçün ona görə
C variantını qeyd etdik. 16-cı sualı buradan yazaq. 1 tam 4-də 3, üstə gələk 5-də 2. Baxırıq ki, qarışıq ədəddir. Biz birinci qarışıq ədədi düzgün olmayan kəsrə çevirməliyik. Məxrəc olduğu kimi qalmalıdır. Məxrəci tam hissəyə vurub üzərinə sürəti gəlib aldığım cavabı sürətdə yazmalıyam. 4-ü 1-ə vurduğum zaman 4, üstünə 3 gəldiyim zaman edər 7. 4-də 7 üstə gəlinsin 5-də 2. Müxtəlif məxrəcli kəsirlərin toplanması. Müxtəlif məxrəcli kəsirləri toplamaq üçün məxrəclərin əkobunu tapmalıyıq. 4 ilə 5-in əkobu 20-dir. 20-ni 4-ə böldüyüm zaman 5, 20-ni 5-ə böldüyüm zaman 4, 7-ni 5-ə vurduğum zaman 35, 4-ü 2-yə vurduğum zaman 8. 35-in də üstünə 8 gəldiyimiz zaman 43 bölünsün 20. Baxıram ki, düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir nəyə deyirəm mən? Sürəti məxrəcindən böyük olan kəsirə düzgün olmayan kəsir deyirəm. Bunu da qarışıq ədədə çevirmək üçün nə etməliyəm? 43-ü bölməliyəm 20-yə. 43-ün içində 22 dənədir. 40 yazırıq, 3 qalır. Natamam qismətimiz tam hissədə məxrəcimiz olduğu kimi qalmalıdır. Qalığımız da sürətdə yazılmalıdır. Variantlarda da A variantı qeyd olunub. Bax, bu şəkildə. 17-ci sual. Deməli, deyir ki, A4 -3 nöqtəsinə ordinat oxuna görə simmetrik olan B nöqtəsini tapın. Biz bilirik ki, ordinat oxumuz Y oxumuzdur. Qeyd eləmişik, simmetriyadan söhbət gedirsə, hansının adı çəkilirsə, o sabit qalır. Digəri də əksinə dəyişir. Deməli, bizim Y-imiz sabit qalacaq, X-imiz dəyişəcək. Onda olacaq B -4, -3 variant da elə B variantı. 18. Şəkildə verilənlərə əsasən orta mərkəzli yarımçevrələr arasında qalan halqanın sahəsini tapın. Biz burada baxırıq ki, bilirik ki, böyük yarımçevrənin sahəsindən kiçik yarımçevrənin sahəsindən çıxdığımız zaman biz bu yarımçevrə arasında qalan halqanın sahəsini tapa bilərik. Baxırıq ki, kiçik yarımçevrənin radiusu 6-dır. Böyük isə 6 üstə gələk 2-dən 8-dir. Çünki xarici yarım dairənin radiusu bundan 2 cm böyükdür deyə 8 götürürük. S bərabərdir. Bilirik ki, düsturumuz pi r kvadratıdır. Amma yarım çevrədən söhbət getdiyi üçün 2-yə bölməliyik. Pi vurulsun 6-nın kvadratı bölünsün 2-yə. Pi vurulsun 36 bölünsün 2. Bu edəcək 18 pi-yə. Digər tərəfdən S bərabərdir. Böyük r-in kvadratı böl 2-dən 8-in kvadratı böl 2. 64-ü də 2-yə böldüyümüz zaman 32 pi. Qeyd etdiyimiz kimi biz 32 pi-dən 18 pi-ni çıxdığımız zaman 14 pi-ni almış oluruq. Yenə qeyd etdiyim kimi o arada hesablamalara siz də diqqət edin. Səhv olduğu zaman qeyd edin. Diaqramda fənlər üzrə olimpiyadada qalib olan şagirdlərin sayı verilmişdir. Fizika olimpiyadasında qalib olan şagirdlərin sayı digər fən olimpiyadasında qalib olan şagirdlərin sayının hansı hissəsidir? Gəlin bir-bir baxaq hələ. Tarix nə qədərdir? 10-dan birdən aşağıdadır 9-dur. Sonra biologiya. Biologiya nə qədərdir? 5-dir. Kimya. Kimya 8-dir. Fizika. Fizikada 5-dir. Riyaziyyat. İndi burada nəyə fikir verir? Deyir, fizika olimpiyadasında qalib olan şagirdlər, bax 5-dir. Olan şagirdlər sayı digər fən olimpiyadasında. Yəni, biz bunun ümumi sayını götürəndə fizikanın içərisində saymırıq. Digəri ümumi deyirsə 9 üstə gələk 5 üstə gələk 8 üstə gələk 13 şəklində yazırıq. Bu edir 35. Fizikanın digər
şagirdlərin digər fən olimpiyadasına qalib olan şagirdlərin sayının hansı hissəsidir dediyinə görə 5-i də bölürük 35-ə. Bu da edir hər tərəfi 5-ə böldüyümüz zaman 7-də 1. Deməli 7-də 1 hissəsiymiş. 20-ci sual. Qutudakı kürəciklərin sayları diaqramda verilmişdir. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı olması üçün əlverişli hallar sayını tapın. Baxırıq ki, sarı 6-dır, ağ 10-dur, qırmızı 4-dür. Elə buradan təsadüfən çıxarılan qırmızı kürəciyin, yəni ümumiyyətlə bir kürəciyin qırmızı olması halları 4 dənədir də. Yəni 4 dəfə çıxa bilər. Başqa 5 dənə çıxa bilməz axı. Qırmızıdan 4 dənədir. Ona görə elə A variantı olacaq. Növbəti 21. 20% zərərlə 160 manata satılan mal 20% qazanc ilə neçə manata satılar? Bax, bu nə deməkdir? 20% zərərlə 160 manata satılıbsa, deməli 160 manat malın tam qiymətinin 80%-dir. Yəni 160 manat hər hansı bir malın tam qiymətinin 80%-dir. Nəyə görə 80%? 20% çünki zərərlə satıb 80% qalıb. Yəni ümumi 160-ın 80%-dir. Yəni mən 160-ı vuraram 100-ə, bölərəm 80-ə. Bu edir 200. 200 malın əsl öz qiymətidir. Malın qiyməti. Sonra deyir ki, həmən bu satılan mal 20% qazancı ilə. 20% qazanc da 120-dir. Üstünə 20 gəlmək 120% deməkdir. Deməli, bunu da biz qazancı neçə manata satılar tapmaqdan ötürü 100%-də 200 manat idisə, mən 120%-də x manatımı tapıram. 200 vururuq 120-yə, bölürük 100-ə. Deməli, bu 240 manata satılar. Görmürsünüz? Bax, bu şəkildə. Yenə qeyd edeyim. Deyir ki, 20% qazanc ilə 20% qazanc nə deməkdir? Yəni, üstə gəlmək deməkdir 120. Mənim 200 manatım 100%-dir, 120%-lində x-dir. Tapırıq ki, 240 manatdır. Sonra 22. 22-dir. Bir-birini fırladan iki dişli çarxda böyük olanın 18, kiçik olanın isə 12 dişi var. Kiçik dişli çarx 6 dəfə fırlananda böyük dişli çarx neçə dəfə fırlanır? Deməli, biz bilirik ki, diş sayı çox olan daha yavaş fırlanır. Yəni, bu sanki 12 dənəsi tam fırlanır, 6 dənəsi sanki havada qalmış olur da. Ona görə diş sayı çox olan daha yavaş fırlanacaq. Kiçik çarx bir dəfə fırlananda 12 diş ötürür. Böyük çarx isə bir tam fırlanması üçün 18 dənə diş lazımdır buna ki, fırlanmaqdan ötürü. Yenə dediyim kimi, bu 6 dənəyə görə qeyd edirəm onu. Yəni, biz 18-də 12-ni bərabərdir, bu 3-də 2. Yəni, 3-də 2-si fırlanmalıdır. Sonra kiçik dişli çarx 6 dəfə fırlanarsa, 6-nı da vuraram 3-də 2-yə. Deməli, böyük dişli çarx, bu 12, kiçik dişli 6 dəfə fırlananda 4 dəfə fırlanmış olar. 23. Anaları Cavid və Hüseyni şəkildəki kimi yelləncəyə mindirdikdə, yelləncək tarazlıq vəziyyətinə gəlir. Yelləncək boş olduqda da tarazlıq vəziyyətində olur. Cavidin kütləsi Hüseynin kütləsinin 3 mislindən 38 kiloqram az olarsa, Hüseynin kütləsi neçə kiloqramdır? Biri Caviddir, biri də Hüseyndir. Kanalımızda əgər bu adda şagirdlərimiz varsa, kanalımızı bəyənər və öz fikirlərini bildirər. Bəli, getdik. Cavidin deyir kütləsi, heç birinin kütləsini bilmirsən. Cavidin kütləsi Hüseynin deyir Hüseynin kütləsinin 3 mislindən 38 kiloqram azdır. Hüseynin kütləsi neçə kiloqramdır? Mən bu Cavidin kütləsini Hüseynin kütləsinə bərabər eləyərəm.
Tənlik kimi yazaram. Görərəm ki, bu neçə kiloqram imiş. Deməli, Hüseyin 19 kiloqram imiş. Bunu tapdıq. Sonra 24. Oturacağının radiusu 4 santimetrdir. R = 4 santimetr. Hündürlüyü 6 santimetr olarsa silindrin həcmi neçə santimetrin kubudur? Biz bilirik ki, silindrin həcmi düzdür. V = S oturacaq vurulsun H-a. S oturacağı da bilirik ki, pi r-in kvadratıdır. Gətirib yerində yazsaq, pi r kvadratı vurulsun H-a. Yəni, yenə buradan qeyd edək, pi r kvadratı vur H. Pi-ni bilmirik, vermir. Çünki r-in kvadratı 4-ün kvadratı vurulsun 6. Pi vurulsun 10. 4-ün kvadratı 16 vurulsun 6-ya. Bu 96 pi edir. Bu açıq tipli sualdır. Ola bilər, bu şəkildə götürülsün. Siz hər ehtimala 96 pi şəklində də yazarsınız. Yaxşımı? Birdən başqa cür yazarsınız, başqa bir şey görünər. Çünki orada açıq suallar olacaq sizdə. Ona görə kənarında elə 96 pi-ni də qeyd edin ki, işiniz daha rahat olsun. Və sonuncu misalımıza baxaq. 25. Fermadakı inəklərin sayı 75 olarsa, diaqrama əsasən qoyunların sayını tapın. Fikir verirsinizsə, inək 120 dərəcədir. Deməli, 120-də 75. Hər tərəfin 15-ə böldüyüm zaman edəcək 8-də 5. 8-də 5 deməli inəkdir. Mən qoyunların sayını tapmaqdan ötürü 160-ı da vurmalıyam 8-də 5-ə. 160-ı da 8-də 5-ə vurduğumuz zaman edəcək 100. Deməli, qoyunların sayı 100 imiş. Bax, bu şəkildə. Ümid edirəm ki, hər kəsə aydın, yararlı bir yayın olmuşdur. Hamınızdan dəstək olmağı gözləyirəm. Çünki monitoring başlayana qədər, yəni çalışacağım ki, mən 20 dənə sınağın 20-sini də sizlər üçün işləyim. Hər birinizə yenidən uğurlar arzulayıram.